Mənimlə Özbəkistana gəlirsiniz. Bizim Özbəkistan səyahətimiz biraz başı bəlalı səyahət oldu. Yəqin Samirənin, yəni Qurmanın vloqunu izləmisinizsə səbəbini biləcəksiniz. İlk dəfə idi 3 qız belə bir plan qururduq. Bileti azaldan 10 kiloqramlıq əl yükü daxil 404 manat aldıq. Ətli yemək qalmadığı üçün bizə toyuqla olan yemək düşdü. Dadı pis deyildi. Onu deyim ki, Azalın pilotları həqiqətən möhtəşəmdir. Mən hələ belə soft eniş görməmişdim. Həqiqətən halaldır. Daşkəndə uçuş hardasa 2 saat 20 dəqiqə çəkir. Daşkənd hava limanı mənə biraz köhnə təsir bağışladı. Özbəkistanın milli pulu Özbək somudur və manatın yanında dəyəri çox aşağıdır. Bildiyiniz əlimdə milyon tuturdum. Bu da xalq üçün acınacaqlı vəziyyətdir əslində. Biz gecə çatdığımız üçün otelə gedib yatdıq. Səhər isə səhər yeməyindən sonra öncə yaxınlığında olan Çarkov kofe şopa dəyib kofe içdim. Oradan da yollandıq yaxınlıqda olan kilsəyə. Niyəsə kilsələr həmişə mənə çox estetik və vahiməli gəlir. Ümumiyyətlə gotik havanı çox bəyənirəm. Başı açıq girmək olmaz. Biz də hörmət əlaməti olaraq başımızı örtdük. Kilsənin içindəki freskalar və rəsmlər insanı valeh edir. Kilsədən sonra biraz Daşkəndi gəzdik. Bildiyiniz kimi Daşkənd Özbəkistanın paytaxtıdır və Mərkəzi Asiyanın qədim şəhərlərindən biridir. Lakin 1966-cı ildə baş verən zəlzələdən sonra yenidən qurma işləri ediblər. Düşünürəm Daşkənd tam ortada qalmış bir şəhərdir. Nə tam tarixi ab-hava almaq olur, nə də modern. Sovet ruhunu həqiqətən hiss etmək olur burada. Maşınlar çox köhnədir. Əksər yerlərdə yeməklər çox ucuzdur. Taksi də ucuzdur. Təxmini 2-4 manat arası qiymət edirdi. Lakin yolları çox geniş və təmizdir. İnsanları isə çox səmimi və zəhmətkeşdir. Kimlə söhbət etdiksə bizi çox xoş qarşıladılar. Hələ Azərbaycanlı olduğumuzu biləndə daha da mehriban davranırdılar. Daşkəndə gəldinsə Özbək plovu yeməmək olmaz. Ona görə də yollandıq plov muzeyinə. Özbək plovu, Özbək kababı, Özbək çayının dadına baxdım. Dadları yaxşı idi, xoşuma gəldi. Ümumiyyətlə Özbəkistana gəlsəniz mütləq plov muzeyinə baş çəkin. Axşam isə artıq Samirənin yolunu gözləyirdi. Hava limanından onu götürüb yollandıq otelə. Videomu səbr edib sona qədər izlədiyiniz üçün çox sağ olun. Növbəti dəfə isə Səmərqənd vloqunu paylaşacağam.